Barcelona bloguma xoş gəlmisiniz. İnşallah çox məmnun olarsınız. Çünki mənim Barcelona gəzintim çox xoşuma gəldi. Deməli, blog iki hissədən çəkilmişdir və ümid edirəm ki, çox bəyənəcəksiniz. Salam əzizlərim. Bu günləri sizinlə Barcelona vloqum haqqında danışacağım. Deməli, uçuşum Viyana aeroportundan idi. Səhər saat 6:50-də idi. Çox çətinliklə əslində gəlib çıxdım aeroporta. Ondan sonra danışaram. Çünki burada avtobus deyilən vaxta gəlmədi. Normalda belə olmur, amma oldu. Videoda gördüyünüz kimi 4 ifridən keçdim. Sonra qeytimə doğru gedirəm. Qeytin elə açılmasına var idi. Getdim özümə kopya aldım, biraz dincəldim. Deməli, biletlərin qiyməti haqqında məlumat vermək istəyirəm. Bileti əvvəlcədən, mən bir ay əvvəldən almışdım deyə, hardasa 80 euro gediş-gəlişə platit eləmişdim və Wizz Airlə uçurdum. Wizz Air həmişə kimi yenə də öz oyun çıxartdı da, yəni orada insanların, düz mənim bagajımda problem yox idi, amma insanları stresə saldı, sıraya düzdü, bagajlarını yoxladı. Yəni bu mənə görə yolçu üçün doğru bir şey deyil. Çünki əməli başlı stressə girirlər və çox təəssüflər olsun ki, Barcelonadan qayıdanda da eyni problem yaşandı. Hətta bizim bir çamadanımızı mən orada atdım. Yəni sumkamın içinə yığdım hər şey. Çamadan ora keçirdi, yəni kabin bagajı idi, amma təəssüflər olsun ki, çamadanı təkərlərlə yan böyrü üstə keçmədi deyə onu orada qoymalı oldum. Əlavə ödəniş kimi də 73 euro istəyirdi. Mən də düşündüm ki, mən ona əgər 50 euro, maksimum 50 euro vermişik də belə, amma 30-40 eurodur o çamadanlar. Mən niyə 70 euro ona bir də platit eləməliyəm? Belə, amma Romada eyni hadisə ilə qarşılaşmışdıq. 22 euro əlavə ödəniş olmuşdu. Və samalyotları o qədər də narahatlıq deyə bilmərəm. Mən onların uçuşlarından, sonra vaxtında gəlib getməklərindən çox razıyam. Və gördüyünüz kimi samalyotda jurnallara vaxt keçsin deyə məcbur jurnallara baxıram. Eyni zamanda orada doğrudan da parfümlərin, bəzi şeylərin qiyməti doğrudan da çox yaxşı olur. Xoşuma gəlməyən bir moment isə gördüyünüz kimi Armeniyanın orada reklamı olması idi. Belə. Uçuş müddəti təxminən 2 saat 15 dəqiqə çəkir. Avropa daxili uçuşlar qısa olsa da çox rahatdır. Yəni samalyotun içindəki qiymətlər o qədər baha deyil. Uçuş müddətində sendviç, su, kofe ala bilərsiniz. Yəni bu çox rahatdır. Mən samolyotum enişi El Prat aeroportunda T2 terminalında oldu. Amma çox zaman Fransa, sonra Portuqaliya, bu üst ölkələrdən gələn, yəni şimal ölkələrdən gələnlərin ikisi terminal 1-ə düşür. Bu arada terminal 1 ilə terminal 2 arasında pulsuz yaşıl rəngli avtobuslar var. Elə o green avtobus gedir, green buslar gedir. Mən atamı oradan götürəcək, terminal 1-dən götürəcəkdim deyə səhər yeməyimi El Pratda yeyəndən sonra bir terminal 1-də 2-də yeyəndən sonra terminal 1-ə avtobusla getdim və artıq atamın samolyotu enmişdi deyə atamı götürdüm və qərara gəldi ki, sırası şəhərə gedək. Otelə əşyalarımızı buraxıb şəhəri gəzməyə çıxaq. Deməli, Barcelona aeroportundan çoxlu şəhərin demək olar ki, düz mərkəzinə L9 metrosu gedir. Biz metro ilə düz şəhərin mərkəzinə gəldik və çox da rahat gəldik. Yəni elə bir uzun müddət olmadı. Sadəcə olaraq biletləri alanda mən ChatGPT üzərindən baxmışdım. O mənə məsləhət görmüşdü ki, mən 10 gedişlik familiyar 2 nəfərin istifadə eləyəcək bilet alım. Sadəcə olaraq orada biletin yanında duran operator mənə dedi ki, artıq o biletlər satılmır. Bəs başqa bilet almalısınız. Mən də 24 saatlıq limitsiz 2 dənə bilet aldım. Biletin biri 12 euro eləyirdi. O da 2 nəfərə 24 euro pul elədim. Bu arada Barcelonada, Viyanada kapuçinolar belə deyil. Yəni bu boyda kiçik deyil, amma Barcelonada baya kiçikdir. Videoda görsənir. Deməli biz T9 ilə gəldik düz şəhərin
El Kassa Blanko'ydu deyəsən, belə bir metro idi. Orada düşdük. Otelə əşyalarımızı qoyduq. Sonra da biletimiz limitsiz olduğu üçün bizə çox rahat oldu. Oturduq avtobusa, getdik özümüz üçün Barselona Beach-ə. Bir önəmli məqama diqqətinizi çəkmək istəyirəm. Deməli, ChatGPT həmişə verdiyi o bilet qiymətləri həmişə doğru olmur. Çünki mən onu orada bir neçə məqamda da təkcə biletləri deməyim, bir çox məqamda onunla üzləşdim ki, aha, deməli onun verdiyi qiymətlərlə buradakı qiymətlər uyğun olmaya bilər. Eyni zamanda Barselona aeroportunun çox kiçik olduğunu düşünmüşdüm. Amma sonra terminal 1-ə gedəndə başa düşdüm ki, yox, aeroport həddindən çox böyükdür. Mən düşdüyüm aeroport terminal 2 mənə çox balaca gəldi və düşündüm ki, necə ola bilər ki, bu boyda turistik şəhərin və ən çox peresadkalar olan yerlərdən biridir. Nəcə buranın aeroportu belə kiçikdir. Amma sonra isə şahid oldum ki, yox, heç də kiçik deyilmiş, deməli böyük bir aeroportudur. Aeroportun qiymətlərinə gəlindikdə isə, aeroport o qədər də bahalı deyildi. Yəni, hətta onu deyə bilərəm ki, Viyanada çöldəki qiymətlər buradakı aeroportun içindəki qiymətlərlə uyğundur. Yəni, mənə ona görə o qədər də bahalı gəlmədi. Yəni, özüm üçün orada səhər yeməyinə 24 euro səhər yeməyinə verdim. Hardasa ümumi bütün kofe, su hamısına bir yerdə 10-12 euro pul çıxdı. Yəni aeroport çox rahatdır. Videodan gördüyünüz kimi gedirəm özüm şey axtarıram. Kofemi içə-içə biraz uzanım, özümə gəlim. Lejaklar axtarıram. Axır ki özümə bir dənə lejak tapdım, amma ona uzanmışdım ki, atam zəng elədi ki, bəs mən gəlmişəm, bala sən hardasan? Ondan sonra durdum, tez getdim terminal 1-ə avtobusla. Deməli, mən terminal 1-dən mindim və Zoni Universitaria istiqamətinə getdim. Yəni, sırf Bakı metrosu kimidir, yəni istiqamət bəllidir və gedəcəyiniz astanovkalar orada göstərilib. Deməli, ildə çox yaxşıdır ki, ən çox bəyəndiyim nə oldu, belə deyim. Ən çox bəyəndiyim o oldu ki, orada metro xətti çox gözəldir. Yəni, bir metro xəttinə bileti aldısa, o birisinə dəyişib keçmədən başqa bir yerə gedə bilirsiniz. Yəni, 3-4 xətti istifadə edə bilirsiniz. Amma Avstriyada elə deyil. Birindən aldısa, o birisinə keçmək üçün çıxıb təzədən bileti vurmalısınız. Yəni, o minusu var. Amma belə ümumi razı qaldımmı? Çox razı qaldım. Burada gördüyünüz kimi Barselonanın alış-verişidir, aeroportundakı alış-veriş hissəsidir və orada gördüyünüz kimi çox-çox ucuzdur. Qiymətlər, yəni mən çox təəccübləndim əslində, qiymətləri belə ucuz görüb. Deməli, Barselonada dediyim kimi qiymətlər həddindən çox ucuz idi. Amma belə bir şey var, bütün şəhərlərdə olduğu kimi, tembole turistik şəhərlərdə olduğu kimi, şəhərin mərkəzinə doğru gəldikcə, əlbəttə ki, restoranlar bahalaşır. Amma belə çox ucuzuna gəldi. Açıq dəlisiyəm mən. Eynəkləri çox sevirəm bu arada. Deməli, Barselona haqqında biraz məlumat vermək istəyirəm. Barselona Aral dənizi sahilində ən sıx məskunlaşmış şəhərlərdən biridir. Barselonanın əhalisi çox millətlidir və bu da turistləri oradan, mən şəxsən turist olaraq özümü ona görə çox rahat hiss elədim. Eyni zamanda yaşadığım şəhərdə də, Viyanada da çox millətli olduğu üçün turist olaraq özümüzü çox rahat hiss edirik. Bu göstərdiyim bilet 24 saatlıq limitsiz biletdir və bununla biz o qədər çox səyahət elədik ki, yəni hamınıza məsləhət görürəm ki, bu bileti alasınız. Eyni zamanda bir çox qatarları pilotsuz da, belə deyim, sürücüsü olmayan qatarlardır. Mən düzü birinci dəfə ilə qatara oturdum. Bəlkə də Viyanada var, amma mən hələ indiyəcən görməmişdim. Və metro sistemi həddindən çox rahatdır. Bir dənə minusu var ki, Bakıdakı kimi yerin altındadır.
Yəni klaustrofobiyası olan insanlara nə elə gəlir ki, bu çox dəhşətlidir. Çünki hətta Havada olur, biz qaldığımız yerdə çatır. çıxandan sonra Əslində deməli düşünmüşdüm ki, bu Balazada park gördüyünüz olan aeroport. eskalator Yəni hardasa aeroportların metrosu da əslində çox 7-8 böyükmüş. mərtəbə idi. Bu Yəni sözlərimi geri çıxdıqca götürürəm. çıxdıq, çıxdıqca çıxdıq. Görmədim elə Elə yəni eskalator yoxdur görsənmirdi də. stansiya. Stansiyanın Sonu adını deyək deyək. görsənmirdi. Kolla Blanka Şükür gedən Allaha ki, stansiyadır. axırda gəlib, yəni metronun üstünə çıxa R9 bildik. gedir, Nə yalan yalan gedir. deyim, Dedi, onda da beş. sevindik bayağı atamla ki, şükür Allaha gəlib çıxdıq. Yoxsa geri qayıdıb təzədən liftlə çıxa bilərdik o dərəcə. Axır ki bir ansız Belə 7 çıxandan sonra mərtəbəli amma olanda papa. günəşli hava 7 mərtəbəli adama ləzzət eskalator eləyir. daha Yəni sonra bütün gəlib çıxır. adamın nastroyeniyası qalxır, yorulmur, gedir. Və Amma bilmirəm, birinci oteldən əvvəldə biraz Barselonadaydı kənara ya. çıxdıq, metroyla getdik. Ondan sonra Birinci, park birinci gördük, orada düşdük, Barselonadaydı. park gəzək. Yəni Bu belə gördüyünüz bir şey mənzərə mənim gözləmirdim də. Barselonada ilk belə Peki gündə nəymiş küçəsi ilə yolları? qarşılaşdığım mənzərə idi. Mən şoka düşmüşdüm. Deyirdim, ay Nə Allah, var? Şəhər bir çox ölkə bu qədər niyə, çirklidir, bu şəhər həddindən bu qədər artıq. niyə Bir çirkli görsən olsun axı papa, hər yer paytaxt Temroli. çirklidir. Yəni çox İndirlər, ürəyimdə çirklidir. fikirləşdim ki, inşallah ki, şəhərin özü bu gündə Yaxşı ki, deyil. palmalar var, Yoxsa belə adamlar hani rey çox açır. belə xəyal Nə bilim qırıqlığı idi papa, da məndə. yiyəsiz, Yəni yiyəsiz deyil. atamla Zamanda bunu yiyəsən müzakirə olmazlar. eləyirik. Atam deyir ki, bu şəhər hələ bir Həqiqətən hissəsini də yiyir. görmüşük. Dedim əslində mən buradan sonra hələ Amma geridə qayıda mümkündədir bilərəm. Yəni o valla. qədər də ilgimi çəkmədi. Amma görünür Düşdüm ki, gözümdən Barselona. metro deyirəm, aeroport haqqında İndi bir yanıldığım dəqiqə kimi burada da qayıda bilərəm yanılmışam. Çünki oteləcə. buradan çıxandan Nəysə sonra yenə bir doğrudan da mərkəzə baxaq. şəhərin çox gözəl mənzərəsi açılır. Və aydındır ki, hər bir şəhərin çox Nəysə bu gözəl yenə və yer çox da idi. belə pinti yerləri olur. Şeydir, Böyük su ehtimal ki, oteldə biz gəlib necə birinci o başa pinti düşdün? yerə düşmüşdük. Hə, Amma yenə deyim, özümün şəhərdəki o üçün mənziləsində ucuzluq zapas var. Axşam insana azca çox belə ondan rahat, bir yemək gedərik, oje yaşayarıq. başa düşürsən ki, hə, burada oje rahat dincələ bilərsən. Belə, şəhər çox qədimidir, eyni zamanda bu qədimi binaların yanında yeni tikilən binalar da var. Bu da şəhərə biraz əsrarəngiz hava qatır. Yəni mən birinci dəfə məsələn Romaya gedəndə özümü necə hiss eləmişdimsə, İndi şeydə də R9-dan geri Barselona Barselonada da Beach-ə. özümü elə hiss elədim. Eynən yəni, eyni hisslər idi. Birinci çox belə təəccüblənmişdim ki, a, bu necə kirli şəhərdir. Amma ondan sonra çox bəyənmişdim. Yəni şəhəri gəzdikcə, tanıdıqca çox bəyənmişdim. Böyle Çox yok təəssüflər oldu. olsun ki, o vaxtın videoları heç biri qalmayıb sizinlə bölüşüm. Belə. Gördüyünüz kimi artıq liftə girən kimi şey metroya girən kimi Bir srazu saniye liftə ya baba. minirdik. Gedək Çünki kafedraya. eskalatorları yəni Onu çox qabağında gedirsən yeyək. eskalatorla. Şəkizə çəkdirək, yeyəcək. Barselona bir-şə gəldik Kifrət var sonra. ya. Həddindən çox xoşuma gəldi. Sadəcə olaraq biz Viyanadan gəldiyim Nə üçün baxanda mən dedim bura girək, çox gəzəyək. qalın geyinmişdim və o günəşin Deyirsən altında gözdə orada görək gördüm ki, papa deyir. nəfəs ala bilmirəm. Yəni üstümdə oteldə üstümü dəyişməmişdim. Və atamla qərara gəldik ki, deməli üstümüzü dəyişərik, incə geyərik, ondan sonra gələrik beach Qəşəng də tərəfə, adamlar var. sahilə. Ona görə getdik sahilin Çəkirəm. şəhərin mərkəzinə. Şəhərin deməli mərkəzində gəzdikcə o qədər gözəl heykəltaraşlıq Dur ayaq nümunələri, çəkirsən. memari, arxitektur binalar, yəni həddindən çox gözəl idi. Yəni hə, orada oje şəhər məni seyirləməyə başladı və şəhərdə ən çox sevdiyim şey, yəni gözümü ən çox çarpan binaların Düz metronun yanındadır. memarisi və ağaclar idi. Çox qəşəng, Yəni çox möhtəşəmdir. belə qəribə, yəni görmədiyim ağaclar var idi. Çox xoşuma gəldi. Gördüyünüz kimi Sagrada Familia kilsəsi düz metronun altındadır. Yəni burada metronla çox rahat ulaşmaq olar. Kilsə həddindən çox gözəl və möhtəşəmdir. Yəni kilsənin ilk versiyası həddindən çox möhtəşəmdir. Bildiyiniz kimi bu kilsəni Hə. tamamlamağa başlayırlar da və kilsənin düz yanında tamamlamaq üçün ona Ahəng bu pozu. qoşqu deyim də yeni Bu cür tikilib. gözəl Çox belə şaheserin yanında qəribədir. Yəni kilsənlə heç bunu bir bitirməyə əhatə çalışırlar da. Deyəsən bu ya da ahəngi gələni. yoxdur. Çünki Belə çox belə məsəl üçün orada mənasız videodan görsəndiyi kimi dekorasiya başına eləyiblər. meyvələr qoyublar. Meyvələr Bura qoyublar başına. meyvənin Elə bir nə məntiqdir. əlaqəsi var? Heç Bu cür ona bu möhtəşəm uyğun əsərin yanında gəlmir. bu meyvə nə gəzir? Yəni Deməli buna tamamlamaq uyumlu bir şey istəyirlər. olmalı idi. Bu
Bunu arxa deyəsən tərəfindən Qauda'nın başqa əsəridir. meyvələr Qauda qoyublar. bilsəydi ki, Ümumiyyətlə onun əsərinin köhnə başına şeyə, belə arxitekturaya heç oynatacaqlar, o uyğun heç deyil. Lap ölməzdi. başına baxaydı. O bir Lap 100 ildə başına oxuyum yaşayıb ən mən azından 30. bunu bitirməyə Başa düşürəm, çalışardı. o hansısa Bu da simvoldur, arxa məna hissəsinə daşıyır, amma təzə uyğun tikilidir, gəlmir. arxasını düzəldiblər. Bu Nə yenə bilim, də o o qədər də qədər də belə bəyənmədim. katastrofik bitdə Amma ki, deyil. Amma kilsənin o köhnə yan variantı çox əlavə qoşqu möhtəşəmdir. tikilinin üstündəki o meyvələr məni çox təəccübləndirdi. Mən Get başa burayı da. düşürəm, ölkənin Sən də buna yap. məşğuliyyəti, bu simvollarını ora yerləşdiriblər. Yəni məsələn Arka o ölkədə tərəfdədir. ölkə nəyi ilə Hə, arkaya tanınır? gəzə-gəzə getmək olar. Onu yerləşdiriblər. Doğrudan da Avropada bir çox ölkəyə İtaliyadan, İspaniyadan meyvə tərəvəz gedir. Amma yəni onun kilsənin başında nə işi var? Yəni ona görə ayrıca bir Sevmirəm belə memarlıq şeyləri. abidəsi ilə onu ora elə. Ondan sonra Fransada kilsənin Parisdə bir dəfə kilsədən azı 15 dəqiqəlik var yolda yer çox var. gözəl Yavaş gedəcək. Situadrella parkı. Belə bir parkdır. Adını dəqiq yazıb qoyaram bura. O qədər gözəl parkdır. Çox Bunlar sevirəm də belə Bakıda parkları. küçələrdə Deməli, yerləşir. burada Çox növbənöv yaxşılar da. botanik bitkilər və bu yəni qeyri-adi deməyim, gördüyümüz bitkilərdir. Sadəcə olaraq məsələn bu Nə qəribə böyüklükdə çiçəkləri var. banan ağacı, eyni zamanda Harda burada yaradıblar mən bunu? elə düşündüm ki, bu Prosta orxideyadır. Sən demə oxşuyur. bu orxideya ümumiyyətlə deyilmiş bu bitki. Ondan sonra mən Bakıda icra hakimiyyətinin yanında həmişə bir dənə meyvə görürdüm. Adı deyəsən yapon əzgili gedir. Elə bildim odur, o da deyilmiş. Yəni o da ki, bütün deyəsən budur dediyim hər şey səhv çıxdı. Amma zövq aldımı həddindən çox, çünki çox gözəl idi. Mən ümumiyyətlə bitkilərə baxmağı çox sevirəm. Yəni belə qeyri-adi bitkilərə. Hə, bu da bunlar hamısı bananzad, belə tropik ağaclardır. Eyni zamanda bu arada informasiya üçün deyim, belə bir park Fransada Anjersdə var. Yəni oradakı bitkilərə, yəni görməmişəm, heç harda görməmişəm o dərəcədə, yəni rəngarənglik. Eyni zamanda orada 2 dənə böyük belə eynən bunun kimi hündür, amma bundan harsa bir hərəsi 2-3 dəfə böyükdür. İçi kaktuslarla doludur, növbənöv. Məsəl üçün orada məni sehrləmişdi. Bir daha ora gedərəmmi? Gedərəm əlbəttə. Belə çox gözəl idi. İnsanın bu parkda ruhu dincəlirdi. Yəni dincəldiyini hiss eləyirdim. Banandır. Mənə buranı gəzmək ləzzət elədi. Yəni bir də gedərəm məsəl üçün orada. Əgər bir neçə gün vaxtım olsa, gedib orada bir günümü keçirdərəm, yəni bu parkda. Nə gözəldir. Hə, bu parkın adı indi tapdım. Ciutadella parkı. Park de la Ciutadella. Həddindən çox gözəl parkdır və park haqqında məlumatda deyildiyi kimi içi möhtəşəmdir. Ciutadella Villa Katalon dilində köhnə şəhər deməkdir. Ümumiyyətlə parkın yerində əvvəllər qala, şato olub. Bu köhnə şəhər deməkdir. Roma dövrünə aid dar küçələr, doğrudan da çox dar küçələrdən keçib ora gedirsən və çox ecazkardır da. Ondan sonra bu parkda şəlalələr, fontan. Şəlalə bir dənə idi, ondan sonra qalan hamısı fontanlar idi. Yenə də çox gözəl idi. Eyni zamanda burada bülbüllər var idi. Məsəl üçün, o mənə çox təəccübləndim bülbülləri görəndə, amma parka çox gözəl hava qatırdılar. Deməli, iki dənə tropik bitkilər olan bina bunun önündə yerləşir, bir-birinə qarşı yerləşir. Biraz o tərəfdə də yenə də belə çox böyük bir binadır. İçinə elə bil Amazon meşəsinə girirsən, Amazona girirsən, o dərəcədə hiss eləyirsən. Çox gözəl idi. Nə bilim, çox küçə musiqiçiləri, sonra musiqilərini çalır. Hər şey bir-birini o qədər gözəl tamamlayır ki, və ən önəmlisi, ən gözəli nədir? O şəhərin o gürultusundan bu qapıdan içəri girirsən, elə bil hər şey sakitlik. Yəni insan burada dincəlir. Gənclər özləri üçün biri musiqi çalır, nə bilim oyunlar oynayırlar, amma heç kəs bir-birinə mane olmur. Hamı öz işinə məşğuldur. Mənə elə gəlir, bu da çox önəmli məqamlardan biridir. Araşdıraram, amma Ümumiyyətlə sizə məsləhət görürəm, əgər aranızda getməyənlər varsa,
mütləq Barselonaya getsin, çünki uduzmazsınız. Mən çox bəyəndim. Ay, güzeldi bunlar. Görən hansı quşdur bunlar? Və insanlar gəlir, gülləri qırmadan, dağıtmadan qəşəng şəkillər çəkdirir, gedir. Eyni zamanda bu gördüyünüz bülbüllər. Çəkin quşlar. Sonra oradan bir dənə park var idi. Nə idi orada? Belə böyük qapılar kimi yer idi. İndi Arko bir dənə yer idi. Orada da məsələn həddindən çox bülbüllər var idi. Amma orada elə bil ki, bülbülləri sırf ticari məqsəd üçün istifadə edirdilər. Bu xanımın görürsünüz videoda əllərinin üstünə qonub, onlar şəkil çəkdirirlər, ondan sonra pul alırlar. Deməli, bu parka getmək üçün L1, yəni qırmızı rəngdə olan metro xəttini istifadə etmək lazımdır. L1, orada stansiyada düşəcəksiniz, Arc de Triomphe stansiyasında çıxırsınız, sırazu bu parkdır. Park hər gün saat 9-a qədər, səhər saat 10-dan 9-a qədər işləyir və ən önəmlisi park pulsuzdur. Yəni təkcə zooparkı pulludur. Yəni qalan hər şey pulsuzdur. Və bu parkda gəzərkən 18-ci əsrdə burada yerdə qalan hərbi qaladan qalıntıları görəcəksiniz. Qala əslində 1714-cü ildə inşa olunub, amma tarixdir də. Yaxın tarix olsa da tarixdir, yəni. Parkın əsas görməli yerləri arasında sizə deyə bilərəm ki, Cascada Monumental, burada ən qlavna fəvvarəsidir parkın. Və çox gözəldir, qızılı tonlarda işlənir, prosta ki, wow. Deməli, fəvvarənin üst hissəsində Afrodita, aşağı hissəsində su pərilərindən əjdaha heykəlləri var və çox belə fotosesiyalıq bir yerdir də deyim. Eyni zamanda parkda süni göl var, hansı ki, orada 10 evro, 20 evro verirsiniz, orada qayıqla kiçik bir gəzinti olur. Ondan sonra Kataloniya parlament binasının bir hissəsi də bu parkda yerləşir, mərkəzində yerləşir, belə deyim. İçəri girmək olmaz, amma baxmaq olar. Mən içəri girmək istədim, internetdə araşdırdım ki, xüsusi günlər və icazə lazımdır içəri girmək üçün. Deməli, bu parkın içindəki zoopark 1892-ci ildə fəaliyyət göstərir. Yəni bu da çox qədimi bir parkdır. İndi hal-hazırda parkda mən orada oxudum ki, tabelada 2000-dən çox heyvan növü var. Şimpanzelər, fillər, sürünənlər, yəni qiyməti də 21-30 evro arasında dəyişirdi. Və parkın ən gözəl hissələrindən biri də küçə musiqiçilərinin o qatdığı ahəng idi. Yəni əla bir yer idi. Orada nə edə bilərsiniz? Əgər çox gününüz varsa Barselonada, yoga meditasiya edə bilərsiniz. Yəni əsl onun yeridir. İtiniz, pişiyinizlə gəzə bilərsiniz. Şəkil çəkdirmək üçün əla bir fürsətdir orada olmaq. Eyni zamanda küçə musiqilərinə baxmaq və bunları eləyərkən özünüz üçün piknik boks eləyib, gedib orada yeyib içib camaata baxa da bilərsiniz. Yəni dincələ bilərsiniz. Amma ən önəmlisi isti havada gedirsinizsə, mütləq özünüzlə papaq və su götürün. Çoxlu kölgə yerləri olmasına baxmayaraq həddindən çox isti olur. Yəni insan prosta ki bişir. Amma belə gəzməli vaxtı yaz və payız aylarındadır. Nə çox isti, nə çox soyuq. Yəni buraları çox sevdim. Çox maraqlı gəlir mənə. Ondan sonra bax bu dediyim Arko parka gəldik. Bu park özü çox gözəl idi. Sadəcə olaraq bilirsiniz nəyi mənə xatırlatdı bu arada? Eyni ilə Eyfel qülləsinə gedəndə də, конечно, bu kənarlardakı fiqurlar, o Arko yoxdur. Sadəcə olaraq beləsinə ortada düz torpaqlı, tozlu yoldur, axırda Eyfel qülləsi. Eyni zamanda bu Arkoda düz belə yoldur, axırında bu Arko. Bu da qədimi tikililərdir bunların. Yəni həddindən çox gözəl idi buralar. Çox bəyəndim. Yəni burada bu küçə satıcıları deyim,
Bu bülbüllər öyrəşilmiş bülbüllərdir. İnsanlar əllərində simika ya da bülbüllərin yemi də belə deyim, onları tutur. Onlar da qonurlar ələ, onlar şəkil çəkdirirlər. Belə. Eyni zamanda parkda belə mənə elə gəlir ki, bu yarış yeri keçirilirdi. Yarışlar sərgiləniya bu. Belə. Çox gözəl park idi. Yəni o parkda bir daha o parkda oturmaq üçün mən ora qayıdaramı? Bəli, qayıdaram. Baba çıxış axı deyəsən burdandır. Çıxış burdandır axı deyəsən. Hə. Neyərəm ora qalxam, çəkil buradan şəkil düz. Gəl, ay da qəşəngdir ay baba. Gözəldir hə baba bura. Deməli, bu park inqilabdan sonra yaranıb. 1714-cü ildə İspaniyada taxtaç müharibəsi başlayanda Barselona məğlub olur və Filip 5-ci Filip şəhəri nəzarət altına alır və bu qalanı tikdirir. Əslində bu qala indi bizə belə rahatlıq versə də, Barselona əhalisi üçün qorxulu rəncə çevrilmişdir. 1869-cu ildə katalonlar qalaya qarşı çıxır və onu sökdürürlər. 1888-ci ildə Universal Dünya sərgisi keçirilir. Qalanın yerində nəhəng ictimai park yaradılır. Çox maraqlı informasiyadır. Deməli, burada mamut heykəli var. Nəhəng daş mamut uşaqların, turistlərin diqqətini çox çəkir. Prosta çox təəssüflər olsun ki, artıq batareykam bitmişdi oraya mən gedib çıxanda. Əlavə özümdən powerbank da götürməmişdim. Nə bilim, mənim üçün belə yerləri gəzmək, tarixə toxunmaqdır. Gözəlliyə baxın. Düşünün, burada 200-300 il əvvəl insanlar, yəni qədim, bu hər şeydə, hər daşında, torpağında bir insan ruhunun izi var. Necə maraqlıdır. Nə bilim, mən hər şey eləsinə yanaşıram və də çox da bəyəndim. Üzümdən gördüyünüz kimi də çox da məmnunam halımdan. Videoda belə çəkdim. Ondan sonra özüm çıxdım qalanın yuxarısına. Həddindən çox incə işlənmişdi, yəni. Hər şey belə. Sırf o kilsədəki kimi, burada da hər şey incəliyinə qədər işlənmişdi. Ondan sonra gəldik yemək yeməyə. Bu yemək deməli, burada mən düşündüm ki, porsiyalar çox az olacaq. Amma porsiyalar Viyanadan çox-çox idi. Yəni, biz buna ümumiyyətlə bir yerdə 25 euro pul ödədik. Burada çox maraqlı mozaikləri olan taksilər görəcəksiniz. Eyni zamanda mən bu metronu yenə çəkdim ki, baxın eskalatorlara. Bu hələ bunun bir hissəsidir. Belə. Bu hardasa 7 mərtəbədir. Deməli, mən başa düşdüm ki, Barselona ruhunu hiss etmək istəyirsinizsə, mütləq onun parklarına, tarixi yerlərinə və sahilinə getmək lazımdır. Əgər Barselona ruhunu dərindən tanımaq istəyirsinizsə, bu parkda bir neçə saat yox, bir neçə an yaşamaq da kifayətdir, bunu deyə bilərəm. Deməli, mənim bu videom burada sonlanır. Növbəti videoda Barselonanı gəzdiyim ikinci günü sizə təqdim edəcəm. Videonu bəyənməyi, abunə olmağı və növbəti hissəni qaçırmamaq üçün zəngi açmağı unutmayın. Barselonada görüşənədək öpürəm sizi, özünüzdən müğayət olun.